Hər birinizi salamlayırıq dostlar, nədir ki, işləriniz qaydasındadır. Siz Ali Futbol və Var Arxası YouTube kanallarındasınız. Var Arxası, a.k.a. Qarğa Bazarı, a.k.a. bir-birinizin sözünü kəsməyin, a.k.a. səhnə vidində deyilsiniz. Bəli, biz yenidən buradayıq. Fərman, Elvin və Abdul və əlbəttə ki, biz möhtəşəm Çempionlar Liqası həftəsini müzakirə etmək istəyirik. Əlbəttə ki, bu bir neçə dəqiqə bundan qabaq yekunlaşan püşkatmanı danışacağıq, amma bundan əvvəl əlbəttə ki, son turun maçlarını müzakirə etmək qərarına gəldik və ilk öncə başlayaq elə ən dərdli məqama, ən vacib matça. Liverpool öz meydanında Enfielddə Qarabağı qəbul edirdi və mənim kolleqalarım nəsə bu məqamı müzakirə etmək istəmirlər deyəsən. Mənim ehtimalım gəlmədi. 3-0 Qarabağ gəldi. 3-0 Qarabağ demişdin, hə? 100%. Olur da hərdən bir. Yox, mənim ehtimalım yarısı gəldi. 3-0 qələbə Liverpool demişdim. Sadəcə orada bir söz işlətdim ki, Qarabağ Beşiktaşda 8-0 utsun. Liverpoolun mənə yazığı gəldi. Gül ağzı açdın da sən mənzam. Amma oyuna keçdikdə isə birinci hissədə Qarabağ pis oynamırdı. Sadəcə orada bir sual yaranır ki, oyun gedir, paslaşırsınız, hər şey gözəldir, yuxarı pressinglə oynadınız, topu aldınız və s. Bu zərbəni endirmək lazımdır. Əgər cərimə meydançasına daxil ola bilmirsənsə, uzaqdan yoxlamaq lazımdır. Vurun da, bəlkə indi hansısa top müdafiəyə dəyib, rikoşetdən nəsə getdi, girdi və kimsə korner oldu, Azərbaycan sayağı korneri başladı, vurdu. Hər şey ola bilər. Amma ki, ikinci tayma baxanda Liverpool fiziki, öz təcrübəsi, sürəti, yenə də Premier Liqa fərqini göstərdi. Liverpool nə qədər zəif olsun, nə qədər belə deyəndə ki, formsuz vəziyyətdə olsa da, Premier Liqa səviyyəsində zəif olsa da, Premier Liqa tempini gətirdi oyuna. Tempi gətirdi və 6-0 Məncə oyundan qabaq, elə sən birinci, ikinci hissəni qeyd etdin. Ümumiyyətlə oyundan qabaq bütün Azərbaycan xalqının bir sualı var idi ki, Liverpool Qarabağın oyuna son turda niyə görə bütün əsas heyətini, start heyətini meydana buraxıb? Çünki onlara bir xal lazım idi. O bir xalı qazanmaq üçün gərək hamısını buraxardı meydana. Amma əslində əlbəttə ki, Arne Slot'un vəziyyətindən hamımız xəbərdarıq. Arne Slot Qarabağın oyundan qabaq da onun komandası Bournemouth uduzdu 3-2 və bu artıq yaxşı bir seriya deyil Arne Slot üçün. Bir məqam budur ki, nəticə göstərməlidir, nümayiş etdirməlidir. Onun üçün hal-hazırda istənilən qələbə azərkeşlərin gözündə necə deyirlər, onun səviyyəsinin, statusunu qaldırmaq deməkdir. Digər tərəfdən isə mən belə başa düşürəm ki, Arne Slot qəbullanıb ki, yayda Liverpooldan gedir. Çünki hal-hazırda müdafiəçi lazımdır. Məsəl üçün müdafiəçini almırlar. Salahla problemləri var, amma yenə də Salahı tək Salah yəni danışmasın orada burada. Yenə meydana buraxır. Bu faktorların hamısı ona gətirib çıxardır ki, hal-hazırda Slot istənilən statuslu rəqiblər və istənilən yarışda əsas heyət buraxmağa hazırdır. Mən sənlə tamamilə razıyam, amma bir dənə bizim yaxşı tərəf nə oldu? 10 Qarabağda Kevin Mijina. Oyda. Kevin Mijina möhtəşəm birinci hissəni keçdi. O maaşı artırın da, xahiş edirəm. 4 dənə ciyəri var yetimin. Hər ciyərini biraz artırmaq. Gələn başa hücuma qoyasan onu. Hücumda da normal. Topu götürdü, ona qədər getdi. Yadınızdadır, Lucio var idi Braziliyalı. O tipli idi. Götürüb qaçırdı, dəli kimi qaçırdı qabağa. Qaçırdı və topu itirmirdi də. Əsas məqam o idi. Yapışırdı topdan, hə. Və hücumçular əziyyət çəkdi. Sadəcə ikinci hissədə biraz belə deyək də komanda özünü itirdi. O pressinglə, sürətlə bağlı Mijina da kömək ola bilmədi. Amma Mijina birinci hissədə çox möhtəşəm idi. Mən xoşuma gəldi. Ümumiyyətlə Mijina mən hardasa sosial şəbəkələrdə axtarıram bu videosunu. Harda ki, hər oyunda Çempionlar Liqasında o aparır topu 40 metr qabağa. Sadəcə problem onunla ibarətdir ki, axırı heç nə bitmir, amma zato müdafiəçidir. Hələm də bunun 32 yaşı var ha. Bir dənə o məqamı qeyd eləmək lazım ki, bu oyunçunun 32 yaşı. Bu bir 7-8 il cavan olsaydı, mən bəlkə fikirləşərdim ki, Avropanın adlı sanlı bir klubuna keçə bilərdi. Gəlin biraz hardasa biz analitik verməliyik də, yəni analiz verməliyik. Əslində mən qurban ondan belə prinsipiallıq gözləmirdim, nə yalan deyim. Çünki Qarabağ bəllidir ki, liqada hegemon statusunu daşıyır və demək olar ki, hər rəqibə qarşı Azərbaycan liqasında qısa ötürmələrlə qapıdan başlayaraq bala-bala qabağa getməyə öyrəşib sürətli hücumlarla. Sadəcə niyə görə qurban belə bir taktika seçdi ki, bunu Liverpoola qarşı edilsin? Çünki əslində Qarabağ görəndə mən Liverpoola qarşı ki, belə oynayır. Hardasa Real yadıma düşdü. Çünki yadınızdadırsa Liverpool bir neçə oyun daha da uduzurdu, amma arada Real'ı uddu. Real'ı niyə görə uddu? Çünki Xabi Alonso da həmçinin prinsipiallıq nümayiş etdirib, qısa ötürmələrlə qapıdan başlayaraq hücumları başlamaq istədi, amma
əlbəttə ki, pressing edən Liverpool üçün bu çörəkdir də. Sən düz qarşısına onu lazım olan məqamı, lazım olan şey verirsən. Yəni topu qapının qarşısında başlayırsan bir-birinə oyunçulara ötürmə verməyə və əlbəttə ki, bu pressing üçün əsas açar məqamdır və Qurban Qurbanov da belə bir məqamla rastlaşdı və belə bir taktikaya yol açdı. Okey, yəni gördüyünüz kimi alınmadı. Bəlkə də əlbəttə ki, biz gəlib Qurban bir söz də demək olmur da. Yəni Qurban hesablı eləsi deyil, amma yenə də hər halda bu mənalı bir məqamdır. Hər haldasa belə böyük məğlubiyyətin səbəbi də bu ola bilər. Mən səndən bir şey danışmaq istərdim ki, mən səndən razıyam o məqamdakı bu taktiki cəhətdən, amma birinci hissədə o taktiki cəhət qısa ötürmələr Liverpool çaşbaş salmışdı hardasa. 5 dəqiqə. 5 yox. 6. Yox. Birinci hissədə birinci gola qədər deyirlər. Birinci gol, ikinci gola qədər deyərdim. Barcelona nədə istəbirdi. Möhtəşəm klubun adını çəkir. Qarabağın heyətinin 30 milyon qiyməti var. Hardasa o heyətin qiyməti 300-400 milyon olsaydı, onlar məncə də Liverpoolu da bilərdilər. Liverpool ikinci hissədə tüm taktikasını dəyişdi. O da böyük bir klubdur da, belə deyil, Liverpooldur da, Gabriel'i udur, tək Real'ı yoxdur, Arsenal udur, nə bilim. Söz və dəstək olaraq 300-400 milyon heyəti olan Galatasaray haqqında danışaq. Elə onlar da elə City səfərinə getdilər. Bir də 300-400 milyon qiymət var komandanın. Heyəti var. Yox, orada problem tək o deyil axı. Komandanın 300-400 milyon qiyməti var. Birinci hissəyə baxanda City 3-4 dənə qolun vurmalıydı. Rahat. Birinci hissədə. İkinci hissədə Guardiola'nın təzə taktikası ki, nəticə birinci hissədə həll eləyir. Oturur müdafiəyə. Sənə bir dənə statistiki fakt gətirə bilərəm ki, City birinci hissədə 4 dənə küncdən zərbə qalxızdı. İkinci hissədə 1 dənə. Heç yox, üzr istəyirəm 0. Heç hücuma da getmədi. Heç o qədər də meyillik olmadı. Bəxtimizdən City də düşmədi Liverpoolun yerinə. Liverpool Liverpool prosta City təzə City belə də hesabla oynaya bilir. Hesab nəticəyə oynayır da. Yəni əvvəlki City biraz gözəl oyun nümayiş etdirməklə tiki-taka falan beşməklə. İndiki City əlbəttə ki, Guardiola'nın yeni köməkçilərindən də ilhamlanır. Çünki Jürgen Klopp'un köməkçiləri gəlib deyəsən. Galatasaraydakı ikinci hissədə onların bir taktikası vardı. Osimhen'i tap qalxız ona ya da ara ötürmə Osimhen vurmadı Allah canı sağ eləsin. Vacib və maraqlı bir faktdır ki, mən əslində Osimhen'dən möhtəşəm bir oyun gözləyirdim və gözləyirdim ki, bəlkə qol da vursun bu oyunda. Çünki Manchester City'nin müdafiəsi hələ də stabil deyil. Hələ də Diaz yoxdur. Qeyhi neyəsə görə start heyətə çıxmadı bu oyunda və Husanov Ake dueti ilə çıxmışdı. Ake dueti ilə çıxdı meydana. Sağda nəzərə alsaq ki, yarım müdafiəçi Nunez sağ cinahda oynayır. Mən düşünürəm ki, hardasa Galatasarayın hücumda şansı olacaq. Açığı nə qədər də bəlkə Galatasaray fikirləşsə ki, bəzi moment belə deyim də təhlükəli epizodları yaratdı komanda, amma yəni normalda yəni 1xG belə oynamadı komanda yəni. Amma yekun bunu deyə bilərəm ki, burada yaradıcı deyil axı Osimhen sötki. Opsiyalar var. Yox, bitiricidir və bitiricidir də, yəni ona təkbətək epizodlarda nə də olsa müdafiəçiyə qarşı artıq o deyil. Yəni təkbətək Ake ilə Osimhen deməzdim ki, Osimhen onlardan yüksəkdir. O yəni Osimhen Ake'dən daha yüksək statusunda deyil səncə? Yox. Mən burada bir dənə paragraf belə düzəliş eləyərdim ki, 2 dənə müdafiəçi Osimhen'i tuturdu. Galatasaray hücumda Osimhen'dən tutulası başqa bir belə güclü oyunçu yoxdur. Nə üstündə tutdular? Oyuncu demək, sonra danışarıq. Amma ki Osimhen gəlir, bir dənə oyuncu tutur, 2 nəfər. Hansısa ötürmə keçirdi, Osimhen'də 2 nəfər var idi. O da ki, nə qədər sən güclü bir statusda oyuncu olsan belə çətin bir andır. Mən də təklif edərdim ki, Galatasarayın belə biraz əsas odur ki, qəşəng məsləhətli Vlahoviçimiz var, ucuzdur. Satmağa çalışsan. Heç olmasa ki, Spatqazda, Spalet yazıb WhatsApp-a. Nə də olsa Qarabağ və Galatasaray bəli məğlubiyyət oldu, amma hər iki komandanı vəzifəçilərini təbrik eləyək. Play-offa vəsilə qazandılar və onların püşkatmasını da müzakirə edəcəyik biraz sonra. Biraz drama yaşandı son turda. Əlbəttə ki, bu dramada real maraqlısı Qarabağ qol buraxdıqca yuxarı qalxırdı. O ancaq bizimkilər eləyə bilərdi. Qalxdıqca demişkən, bir komanda da vardı hansı ki, deyəsəm turu 30-cu yerdə başladı, amma 24-yə düşə bildi və buradan əlbəttə ki, bütün Madridin heyətinə və baş məşqçisinə salam düşür. Benfica Real 4-2. Ümumiyyətlə tarixən
nəyəsə görə Real üçün çox uğursuz bir səfərlərdir. Həmişə uduzur Benfica-ya. Amma stadion uğurludur axı. Stadion Stadion uğurludur. çox Həqiqətən uğurludur. xüsusi bir stadiondur. Decima stadionudur. 14-cü ildə Çempionlar Liqası qazanıldı burada, amma bir vacib məqam var. Hər kəs yadına salırdı ki, biz orada yəni 4-1 hesabla qalib gəlmişik. Trubinin içinə Ramos girdi, gördü Kurtuanı hər kəs unudur ki, Kurtuan həmin finalda elə bir iştirak edirdi və 4 dənə gol buraxdı. Yenə Davuş, yenə Kurtuan, yenə 4 gol Ve buraxdı. 94-cü dəqiqə. Özdə gol da Ramos'un qolu. Kurtuan da elə tutulandı. Elə flashback gəldi gözümə. Mən sadəcə Realın hal-hazırki vəziyyətində və Arbelola nəzərə alsaq ki, baş məşqçidir, tuta bilmirəm ki, indi bu taktiki skem, hansı ki gedişlər biz meydanda gördük Real Madriddən. Bu Arbelolanın fikridir, niyyətidir, yoxsa oyunçuların niyyətidir. Arbelola deyir ki, nə edirsə eləyin, təki mənim mazımı xarab eləməyin. Siz bilmirsiniz, mənim tanışım var, Peresin şoförüdür. O çıxdı ki, bəs onları hələ eləyək ki, bizdə play-offda düşsün. Play-offda indi çeynəyəcəklər də onlar. Play-offda onlar düşmədi elə. Və Bodo Glimt olsaydı nə olacaqdı? Elə çıxır kimsə Bodo Glimt Benfica Real oyundan əvvəl məndən kim soruşsaydı, mən 100% deyərdim ki, Real udmalıdır, udacaq da. Sadəcə orada bir neçə statistik tərəf var idi ki, Mourinho axır ki, Real Madriddən gedəndən sonra Real Madridi uda bildi. 5 oyundan sonra. 5 oyundan sonra. 1065-ci ildən bura Benfica Real birinci dəfədə qarşılaşdı. Və yenə uddu. Və yenə də uddu. O vaxt 5-2 idi elə bir şey. Elə yaxşı qurtardı. İndi orada mən belə deyək, Benfica-nı təbrik edirəm hər bir halda da. Keçdi, uddular. Və çox saylı Azərbaycanlı kommentlərdə Benfica yazı sağlatam. Orada bir dənə maraqlı bir nüansı oldu ki, Brügge Marseille ondan bir 5-6 dəqiqə tez qutardı. 3-0 utdu. O nə idi? Orada da stadion tabloda yazıldı ki, Marseille təbrik eləyir də növbət tura çıxışda. Üstündə Trubin oradan çıxdı. Sağ Trubin başı sağ Fərman favorit Jupiler Liqasının təmsilçilərini hansısa podkasta salmasa mümkünatı yoxdur. Mən sizə demişdim Brügge udacaqdı. Yox, mən deməmişdim. Sən deməmişdin. Kimə demişdin bura? Mən eşitdim ananı. Əgər başa düşürəm Trubin qəhrəmandır, Mourinho dahidir və s. və l. amma əgər Real tərəfdən bu vəziyyətə baxsalar, əlbəttə ki, qarşındakı komanda motivasiya aldı. Nə də olsa qələbə qazandığı halda 24-yə düşə bilər. Onlar üçün Çempionlar Liqası elə də yaxşı başlamadı və sən belə komandaya qarşı pressing yox, gegen pressing eləyirsən. Carrera sol cinah müdafiəçisi, Valverde sağ cinah müdafiəçisi tam olaraq meydanın mərkəzindən rəqibləri qarşılayır və niyəsə görə biz tez-tez görürdük ki, Benfica 4-2-yə, 3-2-yə hücum eləyirdi və belə epizodların yaranması və az qala Benfica 5-2-yə çatması çox normal bir haldır. Hər nə də olsa həqiqətən gözəl bir məqam oldu ki, Benfica belə bir vəziyyətdə Marseille kənarlaşdıraraq 24-yə düşdü. O ki qaldı 24-lük, o ki qaldı Benfica və sarı məqamlar. Gəlin elə vaxt itirmədən püşkatmağa danışaq. Artıq buraxılışın əvvəlində qeyd etdiyimiz kimi bir neçə dəqiqə buna qabaq püşkatma yekunlaşdı. Bu püşkatma birlikdə baxdıq. Həqiqətən maraqlı oyunlar var. Hal-hazırda bütün qrafiki görürsüz və gəlin 16-da bir finalda bir-birinə qarşılaşacaq komandaları qeyd edək. Monaco PSG ilə qarşılaşır, Juventus Galatasaray, Benfica Real, Borussia Dortmund Atalanta, Qarabağ Newcastle, Brügge Atletico Madrid, Bodo Glimt Inter və Olympiakos Bayern. Əlbəttə ki, bizi maraqlandıran bəzi burada oyunlar var. Dortmund Atalanta məsəl üçün. Dortmund Atalanta. Heç kəsin vecinə də elə oyun məncə. Niyə? Dortmundun azarkeşləri var məncə. Maraqlı bir məqam olacaq. Yaxşı. Amma ondan da maraqlı məqam nə olacaq? Əlbəttə ki, Galatasaray ilə Juventusun qarşılaşması. Qartopu oyunu Yaxşı, burada O vaxtdan bəri ilk oyun idi. Necə qalıb abişini bizimkilər, özüm ölüm. İnşallah Snyder da yoxdur, qar da yağmaz, hər şey yaxşı olar. Bu dəfə uduzsalar nə danışacaqsınız? Başqa bir şey taparıq da, nə? Spallettinin saçına. Yadıma salım ki, Juventusun qələbəsinə atviçat idi. Liqa mərhələsi. Nə bilim bu ikinci sastavı buraxacaq. Bura onu mənə deməmişdilər. Yeganə məqam oyunda yəni. Sanma Messi-də necəsən? Sanma Messi. Elvin deyir ki, Juventus udacaq, keçəcək. İndi əlbəttə bir azərkeş olaraq o bir düz yanaşmadır, başqa cür deyə bilməz. Amma ki, Galatasaray o oyunu demirəm ki, belə gəlib bir outsider kimi çıxacaq Juventusa qarşı. Galatasarayın tam şansı var, mən də oyunu 50-50 görürəm ki, ikisi də keçməyə şansı var. Bu turu keçəndən sonra bir dənə də Jirbrovka olacaq da, bir dənə də. Bəli, turu keçəndən sonra təsəvvür şatmadı. Bir ilə baxırıq bizim verdiklərimizə. Olmazdı ki, bunu sırav elə eləyərdilər. Yorulurlar bizi. Juventus Galatasaray düşür ya Liverpool Tottenham gələcəkdə. Rahat deyəcək çünki Premier Liqanın 5 klubu ilk 8-də tutub. Yəni şeydir də. Deyim də sənə də bu nə görürsən burada? Burada görürəm polfinalda yox biz 100%. Biz deyəndə ki Qalatasarayda. Hə də 100 yox Bodo Glimt. Mən deyərdim ki Galatasaray Juventusu keçəcək.
Galatasaray Juventus keçəcək. Hətta keçəcək. Juventusun Gələn veriliş fərman gəlsə mən gəlmirəm. problem yoxdur. Tamam, Mən gələn sənə veriş. gələcəm. Sənə bir neçə səbəb də deyəcəm ki, keçmək de səbəbləri. Birincisi Qalatasarayın öz stadionu. Mən neçə vaxt deyirəm ki, Qalatasaray öz stadionunda indi olsun da mən sənə səbəbləri deyəcəm. Qalatasaray öz stadionunda rəqibdən fərqi olmayaraq hər bir rəqibi uda bilər və problem yaşada bilər. Juventus indiki vəziyyətdən baxaraq hansı ki gəlib Napoli 3-0 udub, Lecce ilə 1-1 oynaya bilər və Cagliari uduza bilər. O gəlib rahatçılıqda o oyunda 1-2-0, 3-1 uduza bilər də bir təqribi bir ehtimal. Amma öz polyasında Qalatasaray tam qapanaraq kontratakda oynaya bilər. Juventusun fobiyası odur ki, Juventus gol buraxdı, belə deyək də 2 dənə, 3 dənə dalıcan gol vurmaq çətinlik çəkir. Juventus gərək birinci gol vursun və ondan sonra oyunu rahat tamamlaya bilsin. Benfica'ya qarşı da elə oldu, Napoli'yə qarşı da elə oldu. Prosta Monaco ilə gol nə vurdu, nə buraxa bildi ikinci heyəti olduğuna görə də onlar daha çox orada Onlar bilmirlər Vaşenez. Amma məsələn Almanlar ki, Monaco-da motivasiyası vardı. Monaco düşməli idi 24 deyə. Oyuna baxaraq Monaco udmalı idi. Dərin getsəydi. Belə 1-0 olsa 2-3 dənə momentdə oldu. Juventus heç nə olmadı. Yəni o 2-3 momentdə 100%lik momentlərdir. Nə olmadı? Son illərdə tez-tez eşidirəm ki, Juventus heç bir epizod yaratmadı oyunda. Amma açığı Juventusun son oyunlardan biri. Açığı Juventusun son oyunlardan biri. Benfica Real oyunu danışacağıq. Narahat olmadı, danışacağıq. Orada lazımdır məqamlar var hətta. Juventusun bir neçə oyununa baxdım seriyasında. Hansı oyunlara baxmısan? Spalletti o tam məsəl üçün heç birdə də baxmamısan. Gözün içinə qədər də yalandan baxmışam. Mən bütün oyunlarına baxmışam. Düzdür, it günündə oynayırdı. Son turlarda bir balaca özlərinə gəlib. Yəni söhbət hətta nəticə göstərməyə. Lecce Cagliari deyirsən ha. Juventus Napoli-ilə yaxşı oynadı 3-0. Aysa onu deyirəm də heç nəticə olaraq da belə uduzsa ya heç də oyunu göstərə bilməyə başlayıb. Ona görə deyirəm ki, indiki vəziyyətdə bu templə də getsələr, bunlar indiki Galatasarayı üstündən keçəcəklər bir mənalı şəkildə. Və maraqlıdır ki, belə temp, belə stilistika, belə gözəllik yaradan Spalletti ilə cəmi 4-5 aylıq müqavilə bağlayıblar. Yox, 2031-ci ilə qədər. Mən səndən Spalletti özü deyib ki, hələ tələsməyin. Mən hələ birbaşa sənə WhatsApp-dan. Heç razı deyiləm Elvindən. Məncə Qalatasaray keçəcək. Mən ona görə ki, yox ki, Qalatasaray bizə daha yaxın. Sadəcə Juventusun heyəti və Qalatasarayın heyəti. İndi əlbəttə belə çox böyük bir fərqli bir heyət deyil. Ad baxımdan tək-tük o komanda ki, Adjus oynayır, nə bilim Miretti oynayır. Eyni şey sən deyə bilərsən ki, məndə Torreira var, nə bilim Miretti indi Gündoğandan yaxşı oynayır. Gündoğan da 50 yaşı var da, indi bax. Kim var edirsən Qalatasarayın Galatasarayda Sara da var, Torreira var, Davinson Sanchez var, Osimhen var. Sara qız adıdır o Sara. Fərqi nədir? İnşallah keçidə ehtimal az Qalatasaray. Keçidə Qalatasaray. Juventus. Məncə də məni dəstəkləyəcəklər. Fərman bu məqamda mənə baxır. Məncə məni dəstəkləyəcəklər. Gözləyir ki, sən də məni dəstəkləyəcəksən. Bəli, dəstəkləyəcəm. Məncə Qalatasarayın tam şansı var Juventusu keçməyə. İlk öncə mən düşünürəm ki, Juventusa karma gəlib çatmalıdır Juventusa. Nəyə görə? Gəlirsiniz Mottanı dəvət edirsiniz, transfer edirsiniz, 5 aydan sonra qovursunuz. O birisi nə bilim Fizruku çağırırsınız, nə idi onun adı? Çudor'u çağırırsınız. 5 ay sonra qovursunuz, Spalletti'ni gətirirsiniz. Yəni karma gəlib Motta ilə razıyam, Çudorla yox. Çudor zay eləmişdi. Fikir verirsə o arada ümumiyyətlə Çudor məncə olmamalı idi. Birbaşa Motta oldu, sağ ol Spalletti. Mən zəng eləyirəm, götürmürlər. İtaliya kodunu bilmirəm. Elvinin ürəyini partlayacaq. Qalatasarayın son illərdə siyasəti, bir siyasəti var deyənə və məqsədi bəllidir deyənə mən düşünürəm ki, birinci oyun Türkiyədədir də. Birinci oyun Türkiyədə. Oyda nə İtaliyada qar yağar. Cavab olaraq. İndi Elvin ürəyi partlamasın deyə. Real Benfica. Bəli, Real Benfica. Oyda. Üstündən keçəcək Realın Benfica. Və necə birinci oyunda keçdi. Faktlarla danışdı indi. Faktlarla danışım. Bir dəfə udublar, bir də udarlar. İlk öncə vacib məqamları bildirmək lazımdır. Yenə Benfica'nın öz meydanda şansı var. Nəyə görə öz şansı var? İlk öncə Arbelola belə də super tanınmış və təcrübəsi olan mütəxəssis deyil. Yenə eyni səhvləri buraxa bilərmi? 100% buraxa bilər. Plus Raul Asensio yoxdur, Rodrigo yoxdur, qırmızı vərəq aldılar. Rodrigo da oradan çox mənası saldı o qırmızı niyə? Ümumiyyətlə komanda da disiplin yoxdur. Artıq bir ildən çoxdur ki, artıq ilk dəfə deyil ki, Realın 2 oyunçusu eyni anda, eyni oyunda danışıqlara görə qırmızı vərəq alırlar. Bu artıq söhbət
başqa məqamlara gedib çıxır. İndi hal-hazırda bəlkə bu podkastda bu mövzu deyil, amma gələcəkdə əlbəttə ki bunu danışarıq. Qaynayır. Və bu iki oyunçudur və əlbəttə ki Jude Bellingham da sarı vərəqə limitindədir, oynamayacaq Benfica qarşı. İlk oyunda bir neçə əsas oyunçu oynamayacaq və Benfica'nın öz meydanında, yəni Benfica yenə necə motivasiyala çıxmışdısa Real'a qarşı ki mən qalib gəlsən, mən 24-yə düşə bilərəm. Burada da yenə nəzərə alsaq ki Mourinho motivasiya bu demək olar ki sinonim ifadələrdir. Yenə onlara motivasiya verəcək ki, uşaqlar bax heyətlərin yarısı yoxdur. Bernabeu-da çox şey ola bilər. Bu arada 13 ildən sonra Mourinho Bernabeu-ya qayıdır. İlk oyunda maksimum nəticə göstərməklə bəlkə də biz cavab maçında qapana bilərik və qapanma və Mourinho yenə sinonim ifadələrdir. Ona görə də niyə də Benfica keçməsin? Amma əlbəttə ki mən ehtimalda bunu deməyəcəm. Yəni demək istəyirəm ki, sözümün məğzi Benfica'nın Real keçməkdə şansı var. Yoxdur. Birinci, Realın daha güclü motivasiyası var ki, o 4-2 uduzublar. İndi hal-hazırda xışlayıb üstündən keçəcəklər ki, görsətsinlər ki, birinci 4-2 hesabı təsadüfən oldu. İkinci məqam odur ki, Real özünə durduğu yerdə problem yaratmağı xoşlayır. Və oyuna çıxanda daha belə deyək də rahat çıxırlar ki, biz Benfica-da indi udub keçəcəyik ya da tarixən belə zaten Lyon, Roma, Ajax xoşlayırlar. Amma o 8-ə 1-lər idi, amma bu qrup tərəfi idi. Real'da ki, Arbeloa da o qədər uşaq deyil. Birinci oyunda baxaraq özü taktiki sxemində dəyişikliklər edəcək. Mən səndən razıyam. 3 dənə əsas oyunçu olmayacaq. Amma bir məqam da var ki, Rüdiger də qayıdacaq. O tərəfləri də danışmaq lazımdır və Xroniki Rüdigerdə. Hə, Xroniki deyir, onun hesabına Liga çempionu oldular. Nəysə. Yox, hal-hazırda 26-cı ildə Xroniki Rüdiger məncə Real bunu çox rahatlıqla keçəcək Benfica-nı. Görsəcək daha Daluşda onları udub görsəcək ki, birinci oynadığı oyunlar 4-2 uduzduğu oyuna təsadüfən olub. Yəni mənim şəxsi o fikrimdir ki, Real onları elə Daluşda bir 3-ün vurub bəlkə də heç gol buraxmayacaq. Sənin ehtimalın Realın rahat keçidi. Rahat keçidi. Məncə də Benfica keçəcək. Məncə də Benfica keçəcək. Məncə də sən və kimlə danışırsan? Sən və kim? Sən demirsən Benfica keçəcək. Sən formasına bax. Forma ilə deyil. Hə, sən formanla nə demirsən? Sən axırda bildirmək istəyirsənsə, mən əlbəttə ki, mənə sual vermişdilər. Pavlidis penaltini verməsələr ona. Orada heç penal da yox idi. Ona qalsa. Yox, gəlin köhnə oyunlara qayıdaq. Mən sadəcə onu monoloqumda ona danışırdım ki, yəni məncə də oradan da Real keçməlidir. Yəni Duxun var bir də oynayaq Benfica idi. Həmin siz görmədiniz orada. Azabızandı. Ki gəl bir də oynayaq. Yəni etdiyi səhvləri məncə təkrarlamayacaq. Yağış da yağmayacaq. Hər şey yaxşı olacaq. Real keçəcək. Mən demişdim ki Benfica şansı var. Amma o demək deyil ki Benfica bu şansdan istifadə edəcək. Şansı da var qardaşım. Qarabağın da şansı var. Yox, burada açıq-aşkar şanslardır. Bir məqam da ondan ibarətdir ki, mənə soruşmuşdular Real səfərdə Benfica-nə heç şey edib 8-yə düşə bilər yoxsa yox. Demişdim ki, qeyrətə gəlsələr oyunçular. Çünki hal-hazırda klubu nəzərə alsaq ki, oyunçular idarə eləyir. Nə klub prezidenti yox, baş məşqçi yox, çox istəyim azarkeşlər də yox. Ancaq oyunçular özü qeyrətə gəlsələr xışlayacaqlar demərəm, amma kiminsə heç kimi yəni təhqir etmək istəmirəm, pətənəyi dağılmalıdır. Əgər qeyrətə gəlsələr. O necə biləcək qeyrətə gələ bilər yoxsa? Hesab sənə hər şeyin nümayiş etdirəcək. Əlbəttə ki, mən düşünürəm ki, Real keçəcək. Və toyun aşına bir keçəcək. Ən vacib oyuna keçək. Əlbəttə ki, bu Newcastle Qarabağdır. İlk öncə belə qəşəng səslənirdi. 16-1 finalda Çempionlar Liqasında Newcastle Qarabağ qarşılaşması. Fəxr edici bir an. Bəli. Çox istəyir ki, Qarabağ da oradan da play-offa çıxıb və yaxşı ki, PSG-dənsə məncə Newcastle düşüb. Sənin fikrin? Əlbəttə Newcastle daha yaxşı idi. Yəni PSG başlasaydı dayanmayacaqdı. Yəni 6-0-lə şükür eləyə bilərdi. Yəni nə qədər bu indi bəyənməsələr də bütün Azərbaycan futbol sevərləri, amma məncə Newcastle-la nəsə eləmək olar. Sən necə deyirsən, şansı var. Yəni ən azından məncə öz meydanımızda biz məğlub olmayacağıq. Bunu əminliklə deyə bilərəm. Amma sən fikrin yəni odur ki, keçməyəcəklər. Keçməyə şansı var. Şansı 50-50-də. Yəni yenə də oyuna yanaşma. Yəni Qurban sonuncu intervyusunda da demişdi. Biraz euforiya Frankfurtdan sonra biraz belə təsir etmişdi. Yəni ki, arada oyun oldu. Yenə 3 oyundan bir oynadılar. Yenə də getdiyi şeydə 4-cü liqadan kimləsə oynadı Qarabağ.
Biləşlə oynayır da yəni. Bu belə xahiş edirəm, Viləş qayıtsa, Elvinə görə qayıdacaqdı o komandada. Sən də yeganə Olmur da azarkeş qardaşım. olacaqsan. Frankfurt, Viləş, Liverpool. Yəni getmir də. İndi bunların da arasında bir dənə. Fərman, səncə Newcastle-ın düşməsi Şansı yaxşıdır, yoxsa yoxdur, PSG qardaş. olsaydı daha yaxşı olardı? Fərqlərini deyəcəm, əlbəttə ki, mən inanmıram ki, şans hər bir halda var. Fərqi yoxdur. Püşk atmada hər bir klubun şansı var. Belə 10% olsa da var. Amma hal-hazırdakı vəziyyətə baxaraq mən 80-20-yə deyərdim. Və deyərdim niyə görə ki, PSG düşməklə daha yaxşı idi. Newcastle daha motivasiyalıdır. Newcastle 8-də 1-ə Allah bir axırıncı dəfə nə vaxt çıxıb, heç mən futbola baxanda yadımda da deyil. Ona görə onlara motivasiya var ki, bunlar belə deyək 16-da 1-ə, 16 yox, çıxmadı. 16-da 1-ə, 8-də 1-ə çıxmaq üçün onlar daha motivasiyalı olacaq. Əlbəttə ki, PSG-nin də motivasiyası var, amma bir fərqlə. PSG bu 16-da 1-i, 8-də 1-i hər il oynayır və hardasa Qarabağı qiymətləndirməyə bilər, zəif bilərək buradakı oyunu harca şansı Chelsea ola bilər kimi. ki, Chelsea kimi, bəli, mən amma Newcastle o momenti yaratmayacaq, anı yaratmayacaq. Oyun fərqləri də odur ki, PSG ikisi də pressinglə oynayır. PSG sadəcə qısa ötürmələrlə və mərkəz hücumsuz oynayır. Hamı onu bilir, Dembeledir, Kvaratskhelia və arada Barcola duet oynayır. Onlar qısa ötürmələrlə biz harca qabağın ala bilərik və arxada daha çox boş yer buraxırlar. Newcastle-ın Premier Liqada bu il birinci yerdədir, qapısında ən az moment yaradılan bir klub kimi. O fakt da var. Newcastle müdafiəyə çox diqqətlə yanaşır. O da pressinglə oynayır. Sadəcə bir fərqlə ki, Newcastle kraylarla oynayır, cinahlarla. Cinahla da o müdafiəçinin kürəyinin arxasında belə ötürmələri daha çox. Gordon da orada sürəti ilə məncə bizim Medina var ya orada. Medina mərkəz soldur. Gordon Silvaya qarşı oynayacaq. Silvaya qarşı oynayacaq və orada daha çətin yaradacaq. Hündürgədə hansı nədir? Hündürgədə. Voltemade. Hündürgədə. Pisa Voltemade gəlir belə şey, Voltemade hündürgədə aşağıda. Medina onun cibinə qoysan sən də bax. Voltemade də çətinlik yaradacaq. O boyda cibə girər o. Sən Medina cibini görmə. Voltemade daha çox transfer vaxtı pislərdilər. Bu Bavariya özü dedi ki, o nə oyunçudur, ona 70-80 milyon pul verilir. Ruminiyə demişdi. Bavariyan soxdu söylədim. Amma ki, ya Belçika ya da Bavariyan soxmalıdır. Bavariya. Voltemade'dən gözləmədiyim bir oyun göstərir. Və demək olar ki, 2 oyundan bir oyundan bir qolun vurur. Çox gözəl oyundur. Newcastle-la çox çətin olacaq. Burada bəlkə əlbəttə şansımız var heç-heçəyə maksimum. Mən qələbəni burada gözləmirəm. Mənim üçün 80-in 20-yədir Qarabağ keçdi. Yəni 80% ehtimal keçməyəcək. Mən daha çox PSG-ni istəyərdim ki, təcrübə alınan da PSG Luis Enrique Qurbanov demək olar stilləri belə deyək, eyni olaraq təcrübəsi daha belə deyək statuslu oyunçulara qarşı oynamaq daha yaxşı olardı və azından da belə deyək də azərkeşlərimizə xoş olardı ki, belə dünya ulduzları görərdi. Azərkeşlər xoş olardı ki, etapı keçək. Yəni Newcastle-da daha çox olardı. Amma ki, neynirəm Dembele-ni görürəm. PSG müdafiədə buraxdığı səhvlər. Əskərlikdə görmüşəm də Dembele. Şevalyenin buraxdığı səhvlərlə demirəm o da PSG-ni keçəcək. Amma ki, daha belə deyək də maraqlı olar ki, qol vurmaq ehtimalı. Newcastle-a da vuracaq, bəlkə də onu deyə bilmərəm, bəlkə də vurmayacaq. Onu heç nə deyə bilmərəm. Amma ki, Newcastle-la daha çətin olacaq. Sən Voltemade məqamını qeyd etdin. Voltemade niyə görə deyirlər ki, bəlkə almayacaq? Çünki Voltemade ümumiyyətlə Newcastle keçməyə razılıq verən 9-cu və 10-cu variantı idi. Newcastle yay ərzində bir neçə hücumçunu almağa çalışırdı, alınmadı və ən axırda deyəsən transfer pəncərəsinin son günündə Voltemade'ın 90 milyonu belə normal təqdim etdilər. Amma ki, normal. Amma yaxşı oynadı. Məqam nə? Mən nəyə gətirib çıxardıram? Şeşko məsəl üçün United-la Newcastle arasında Newcastle seçdi. Niyə görə? Onun statusuna görə. Və hal-hazırda niyə görə mən düşünürəm ki, Newcastle PSG-dən daha təhlükəli rəqibdir. Əlbəttə ki, PSG dünya ulduzlarının və plus son çempionlar liqasının qalibidir, amma Newcastle motivasiyası çox böyükdür. Bu heyət sən qeyd etdiyin kimi elə PSG ilə heç şey edərək 2 il bundan qabaq play-offa keçmədi. Bir çox oyunçu elə o heyətdən oyunçusudur. Newcastle əslində 4-1 mən həll edici məqam deyirəm də 6-cı tur idi. Nə dərəcədə pulu çox olsa da Səudi Ərəbistan təmsilçilərinin transfer eləmirlər və mən bir neçə mənbə oxudum. Bildiriblər ki, əgər almasa Avropada uğur qazanmasa komanda ən az 4-1-ə qədər getməsə proyekt bağlanmayacaq, başqa yönünə gedəcək. Artıq bu oyunçular da buraxılacaq, başqa oyunçular gətiriləcək və bu oyunçuların motivasiyası odur ki, maksimum qabağa getsinlər. Gimaraes və Sarı o məqamlar var. İndi plus Newcastle nəyə görə təhlükəlidir? PSG-dən fərqli olaraq biz görmüşük də, onların müdafiədə güclü oynayırlar və hardasa
həmin məqamda Newcastle müdafiə stilli oyunu hardasa, yəni seçim olaraq əksinə Qarabağa şans yaradacaq. Çünki Qarabağ öyrəşib müdafiədə oturan komandaların belə deyim də müdafiəni yarmaq. Görək necə olacaq. Mən şans əlbəttə ki tanımaq istərdim Qarabağa Newcastle qarşı, amma ehtimal əlbəttə çox aşağı. Fiziki güc o deyil, temp o deyil. Yəqin ki bir 70-in 30-a ehtimalı ki Newcastle keçəcək. Və əlbəttə ki biz Qarabağ Newcastle maçını müzakirə ediriksə, transferləri yaralı gəlmiş transferlərimiz. Qarabağın transferləri ilk öncə bütün Avropada transfer pəncərəsi 31-dən 1-ə keçən gecə bağlanır. Azərbaycanda isə fevralın 10-na kimi davam eləyəcək. Sadəcə sual ondan ibarətdir ki, okey, bəlkə də Qarabağın siyahısında skautlarında kimsə var, bir təklif olar, bəlkə kimsə təklif olunur, kimsə gələ bilər və s. Bilaxır sadəcə transfer pəncərəsi fərman istəyir. Asfaltdan zəng var. Əgər ayın 10-na qədər varsa bu transfer pəncərəsi, ayın 17-si də oyunlardır. İlk maçda Newcastle-la öz meydanımızda və bir həftə ərzində hansı oyunçunun dəvət edib adaptasiya etmək mümkün olar yoxsa yox? Fikirləriniz nədir? Yenidən qayıdırıq yaydakı söz-söhbətlərə. Hansı ki 20 milyon qazanmışdı. 20-25 milyon. Pul var, xərcləmirsiniz. Pul var. Məsələsi. Özdə bilərlər. Kişi pulunu saymaz, amma biz sayırıq. Deməli, məsələ nədir? Bu dəfə isə 31 milyon səhv eləmirəmsə qazandı play-offa çıxmaqla. Bizə birmənalı şəkildə hücumçu lazımdır. Bunu müzakirə etmək lazımdır. Sterling söhbəti çıxdı ortaya. Sterling gələr özümü. Özdə maraqlıdır ki, elektroşokerdə nədir oyunla onu diriltdilər. Sterling və Qarabağ bir cümlədə varsa artıq o Rahim Sterling, Rəhim Sterling. Rəhim ala bilərik. Çox gözəl olardı. Yəni Zubirin xəttinə dəyməsin. Bilmirəm hər podkastda baxır bizə. Zubir bir balaca geridə atır bizi. Qarabağ dinamik paslarında götürür, yəni futsal flashbackləri gözün qabağına gəlir, başlayır topu çox saxlama. Yəni olardı ki bir dənə hücumçu olsun. Nəyə görə? Ki Duran da öz pozisiyasına qayıtsın Zubirin yerinə. Biraz o da əslində Duran Mbappé-də indi də, hə, başa düşdün? Yəni əslində Zubirin əvəzedicisi kimi alınmışdı və ya da konkurenti kimi alınmışdı, amma bu hücumçularla bağlı məsələlərlə geçdi meydanın ortasına, hücumun ortasına və birinci də xoşuma gəldi ki, Yankoviçi buraxmadılar. Yanvarda Yankoviçi bir neçə klub istəyirdi. Ən yaxşısı odur. Andrade'ni də səhv eləmirəmsə istəyirdilər. Ümumiyyətlə Qurban bildirmişdi mətbuat konferanslarının birində ki, 90% oyunçuya sorğular gəlir. Sadəcə çoxusu qeyri-ciddi sorğulardır və yaxud da bir hansısa məsəl üçün qiymət təklif eləyəndə yoxa çıxan belə deyək də sorğulardır. Portuqaliyadan bir dənə gədə istəyirdilər həmin. Kədə. Klovis. Portuqaliyanın 2-ci liqasında keçən mövsüm 24 qol vurub və nəzərə alsaq ki, Qarabağın Portuqaliyadakı skautları pis işləmir. Bir çox oyunçu oradan gəlib. Ümumiyyətlə Qarabağın skautları ancaq Portuqaliyada deyəsən otel tuturlar. Sadəcə Qarabağın problemi əlbəttə ki, orada evlər var. Artıq Qarabağın müasir problemi ondan ibarətdir ki, əvvəl Qarabağ Çempionlar Liqasında biraz play-offa çatmayanda, məsəl üçün Avropa Liqası və s. çox da gözə dəyməyəndə bu komandalarla transfer siyasəti aparmaq, müzakirəsi aparmaq daha rahat idi. İndi Qarabağ ortalıqdadır. 16-da bir finala qədər gəlib çatıb. Bu komandalar hansı ki potensial olaraq Qarabağ oyuncu sata bilərlər. Bilirlər ki, Qarabağın pulu var və orada məqam artıq dirənir necə deyirlər, qiymətə. Qurbanov da mətbuat konferanslarında bunu bildirmişdi ki, danışıqlar aparır və yaxşı olacaq. Əlbəttə puldan gedir. Əlbəttə ki, Melvin razıyam ki, bizə bir dənə şey də vurğulayım, çox üzr. Hücumçudan da başqa bizə bir dənə joker lazımdır ki, yəni Addayın ümidinə qalmayaq da bizdəki topu götürüb qaçacaq qabağa. Bir dənə də belə joker fason oyunçu lazımdır ki, oyuna girəndən sonra oyunun biraz tempini dəyişsin ya artırsın. Məsəl üçün Zubir 80-85-də çıxsa məsəl üçün pis olmazdı. Amma bir dənə də əlavə bir dənə jokerə çox ehtiyac. Mən elə onu deyəcəydim. 70-də 80-də Qurban belə qayıdır, belə skameykaya baxır. Məncə sənin məntiqinlə, sən dediyin məsələlərlə joker özü-özünə avtomatik yaranacaq. Nəyə görə? Əgər biz hücumçu məsəl transferindən danışırıqsa, hücumçu gəlir, deyək ki, Duran sola keçir. Elə Zubir özü də elə joker ola bilər. Bir, ikincisi də ki, Zubir start heyətdə onda Duran 7 oyunda 4 gol vurub Çempionlar Liqasında artıq öz statusunu nümayiş edib, özü ilə joker ola bilər. Əlbəttə ki, Adayla birlikdə. Əlbəttə ki, Kaşuk da var, elə bir çox məqamlar var. Orada mən Elvinə razıyam ki, mərkəz müdafiəçi nədir? Hücumçu bir mənalı lazımdır.
Müdafiəçi də lazımdır. Bunlara bir Medina ilə Bəhlul olsa heç nəyə qaldı belə. Napolidə oyunda onu gördük də elə. Mərkəz müdafiəçi bir mənalı lazım. Bədavi Hüseynov əlbəttə ki, vaxtı yakın oyuncu olub, amma sadəcə yaş öz sözünü deyir. Ondan başqa da Bəhlulun getməyi barəsində danışırlar ki, Çinə gedə bilər. Özü desə də belə ki, rəsmi bir şey yoxdur. Amma ki getmək o da getsə bizim üçün böyük bir itkidir. Bəhlul azından bizə belə deyək də çox bir faktordur. Medina'nın yanında çox şeyləri öyrənib və pozisiyanı seçməyində, sürətində, başına oyunu çox gözəldir. Əlbəttə ki, hər bir müdafiəçinin səhvi olur, onsuz mümkün deyil. Amma Bəhlulun gedişi böyük bir itkidir məncə, mənim fikrimcə. Onun yerinə əgər Bəhlul getsə, 2 dənə müdafiəçi lazımdır, mərkəz. Və bir dənə də yarım müdafiə. Bəhlul yayda gedəcəkdə, yox? Yayda getsə də. Yəni hər kimsə bu play-offu yola verir. Play-offu yola verməyə qaldı. Bir dənə müdafiəçi, bir dənə yarım müdafiəçi, bir dənə də mərkəz hücumçu mütləq lazımdır. Çünki Yankoviç elə oyun olur ki, oynaya bilmir. Və yaxud da ki, Kadzi yoxdur da hal-hazırda. Nə vaxt qayıdacaq? Kadzi də yoxdur. Komanda fırladı. 4 aylıq deyirsən zədələndi. Milikdən betərdir o. Yaratmaqda çətinlik çəkir. Miliki biz. Komanda nəsə yaratmaqda çox böyük çətinliklər çəkir. Liverpool kimi oyunlarda. Zubirində vaxtı ikən çox gözəl oyuncu olub. Sürəti, ötürmələri və s. Amma hal-hazırda Zubir Elvin dediyi kimi komandanı dalaşır. Əks hücuma çıxırlar komanda. Sürəti, ötürmə Zubirdə çox dayandı. Bu dayanır, arxaya çəkir. Hamı onun driblinqi elə bir öyrənib. Hamı öyrənib dayanır, heç nə edə bilmir. Onu məncə Joker kimi 75-80-də və yaxud da 70-də buraxsalar daha yaxşı olardı. Uzun sözün qısası biz Qarabağla transferlər gözləyirik. Əslində Qurban özü də bildirib ki, yəni danışıqlar aparılır. Amma çox güman ki, nəzərə alsaq ki, Qarabağın sistemi adaptasiya dövr əsasında keçir ki, oyuncu gəlir, həm ölkəyə, həm Qarabağın futboluna adaptasiya olmalıdır. Vaxt keçdikcə bir çox sayda transfer gözləmirik. Məncə bir maksimum 2 transfer olsa, məncə bir həftə kifayət qədər vaxtdır ki, komandaya uyğunlaşsınlar yeni. Və əlbəttə ki, var arxasında bunu müzakirə edəcəyik. 100%. Və sonda sizin üçün möhtəşəm müsabiqəmiz var və əlbəttə ki, bu müsabiqə Qarabağla bağlı olacaq. Əgər siz Qarabağın imzalı formasını qazanmaq istəyirsinizsə, şərtlər çox rahatdır. Bu videonun altında kreativ komment yazın və ən kreativ komment yazan izləyicimiz bizim qalibimiz olacaq. Söhüksüz, onu da qeyd edək ki, söhüksüz bilik çətindir. Fərmanı efirdə görəndə söhüksüz yazmaq çətindir. Söhüksüz bir vacib məqamdır və digər vacib məqam qalib mütləq həm Ali Futbol, həm Var Arxası YouTube kanalına abunə olmalıdır. Udursa son təzdən bir dənə də sualım olacaq. Hansı oyunçu imzalayır? Qalib özü seçəcək. Hansı Qarabağ futbolçusu həmin formanı imzalayacaq. Ona görə də bizi daimi izləyin. Ali Futbol və Var Arxası YouTube kanallarına abunə olun və bizləmədə qalın. Çox sağ olun.